1992-ci ildə ləğv olunan Ağdərə rayonu yenidən təşkil olunacaq. Kəlbəcər, Tərtər və Ağdam rayonlarından ümumilikdə 1660 kvadrat kilometrdən artıq sahənin Ağdərə rayonunun inzibati ərazisinə verilməsi təklif olunur. Bu barədə Milli Məclisin Regional Məsələlər Komitəsinin iclasında müzakirə aparılıb. Keçmiş Ağdərə rayonunun yenidən təşkil olunması nəzərdə tutulub. Bu barədə qanun layihəsi Milli Məclisin Regional Məsələlər Komitəsində müzakirəyə çıxarılıb. 2026-cı ildə hardasa 150 mindən artıq insan demək olar ki, öz yurduna, yuvasına qayıdacaq ki, və bu paralellik də həm də onunla əlaqədar aparılır ki, digər bizim bölgələrdə də o işlər infrastruktur layihələr dayanmayıbdır. Ağdərə rayonu 13 oktyabr 92-ci ildə heç bir səbəb olmadan AXC Müsavat Cütlüyü tərəfindən Ağdərə rayonu ləğv edilmişdir. Ağdərə şəhəri Tərtər rayonuna, digər kəndlər isə Ağdam və deməli Kəlbəcərin ərazisinə daxil edilmişdir. O vaxtı Ağdərə rayonu bir şəhər, bir qəsəbə, 29 nümayəndəlik, 54 kənddən ibarət idi. Amma ərazi baxımından 2000 kvadrat kilometrə yaxın ərazisi var idi. Bu baxımdan artıq indi reallıq başqadır. Həmçinin Şuşa rayonunun Malbəyli, Yuxarı Quşçular və Aşağı Quşçular kəndlərinin Xocalı rayonunun tərkibinə daxil edilməsi nəzərdə tutulub. Füzuli rayonunun Yuxarı Veysəlli və Ağbaşlı, Cəbrayıl rayonunun Yuxarı Məzrə və Laçın rayonunun Alıcan kəndlərinin ləğv olunaraq onların mülkiyyətində olan torpaq sahələrinin Xocavənd rayonunun inzibati ərazisinə verilməsi təklif olunur. Müəyyən qruplar var ki, sosial şəbəkədə belə bir tezi ortaya atırlar ki, hər kəs deyir, mən öz dada-baba yurdumda evimin tikilməsini istəyirəm. Amma mən bir daha o məsələnin üzərində dururam. Əslində biz insanlarımızla görüşdə də bunu deyirik ki, misal üçün mən indi Şükürbəli Mahmudlu kəndindənəm. Bizim ətrafımızda 5-6 dənə kiçik kənd var idi. Bunların hamısında məktəb tikmək, bunların hamısına yol çəkmək, qaz çəkmək, su çəkmək çox ağır bir məsələdir. Kəndlərin birləşməsi niyə başlayır? O vaxtları hamı çox gözəl bilir ki, bir sovetliyi, indi icra nümayəndəliyi deyirik, icra nümayəndəliyinin tərkibində yaxın kəndlər birləşirdilər. Bir sovetlik, bir icra nümayəndəliyi. İndi onlar birləşirlər. Müzakirələrdən sonra yeni qanun layihələri parlamentin plenar iclasına tövsiyə edildi. Rüstəm Mikayılzadə, Rüfət Əliyev, Rəhlə Rafiqızı, İTV Xəbər. Maska tezliklə ictimaidə.